Salam aleyküm, Allahın rəhməti, bərəkəti üzərinizə olsun. 5-ci bölüm Fəthə, üstün ə səsi. Deməli dostlar, Fəthə hərəkəsi incə hərflərin üstündə gəldikdə ə, incə hərflərin üstündə gəldikdə ə. Qalın hərflərin üstündə gəldikdə isə A səsi ilə oxunur. Bunlar qalınlardır. 1, 2, 3, 4, 5, 6, 7. Bu qalın hərflər, digərləri isə incədir. Bəzən incə, bəzən qalın oxunan hərflər lam və ra hərflərdir. Ra hərfi zəmməli və fəthəli olanda qalın, kəsrəli olduqda isə incə oxunur. Lam hərfi isə ləfzətullah sözündə incə və qalın tələffüz olunur. Deməli dostlar, biz fəthənin nə olduğunu bugünkü dərsdə keçəcəyik. Bir də burada digər ranın və lamın digər bölümlərdə incə və qalın oxunan yerlərini keçəcəyik. Deməli, bizdə misal olaraq bir ad yazsaq, məsələn, nə yaza bilərik? Yaza bilərik ki, buradan görə yaza bilirikmi? Məsələn, P, Ə, Fəxri. Fəxri yazaq. Məsələn, yenə fəxri yazaq. Bu da olsun iyimiz. Fəxri. Deməli dostlar, bizdə f-dan sonra, baxın, f-dan sonra ə qoyduq. Olur mu? Çünki ad tam çıxsın deyə. Fəxri. Ərəblərdə isə bu fərqlidir. Ərəb əlifbasında isə bu fərqlidir. Nə üçün? Baxın dostlar, burada f-ədir. İndi isə biz ərəb əlifbasını açsaq, məsələn, bizdə f necə yazılırdı ərəb əlifbasında? 9, üstündə bir nöqtə oldu mu? Bu nədir? Bu təkcə f hərfidir. F. Bunun əsi yoxdur hal-hazırda. Ərəblərdə belə bir şeydir. Bunu f-ə, buna ə səsini artırmaq üçün yuxarıda belə bir işarə qoyurlar. Baxın. Oldu bu f-ə. Fəthə, üstün. Bu hərfin üstünə qoyulur. Dostlar, baxın. Bu hərfin üstünə qoyulur. Ə səsini verir. Hansı hərfin üstünə qoyduqsa, o ə səsi verəsidir. Düşünün, əlif. Zaten burada əlif ə səsi verildi bizdə. Burada da üstünə də yenə ə qoysaq bunun, yenə də ə olur. Yəni, burada dəyişəsi bir şey yoxdur. Çünki hərfin özü ə olduğu üçün iki dənə ə deyə bilmərik də. Ə deyə bilmərik. Çünki bu ədir. Sonra gəldik, ikinci hərfimiz nədir dostlar? Vav hərfidir. Düzdür, vəv. İncə hərfdir, vəv. Bunun üstünə belə bir işarə qoyduq, fəthə işarəsi qoyduq. Nə oldu? V, ə. Nə oldu? V, ə, və. Sonra üçüncü hərfimiz nədir? Üçüncü hərfimiz dostlar, lam hərfidir. Bu da incə hərfdir. Bunun üstünə nəyə qoyuruq? Fəthəni qoyuruq. Nə oldu? L, ə. Nə oldu? Başdan oxuyaq bunun hamısını. Ə, və, lə. Əvələ. 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 İkinci. Burada əlif, dəl var, bir də bə var. Biz xatırlayırsa əlifbada keçmişdik ki, əlif bunun adıdır. Normalda bu ə hərfidir. Dəl bunun adıdır. Normalda bu nə hərfidir? D hərfidir. Dərbəndin D-sı. B hərfi də bunun adıdır əlifbada. Normalda bu nə hərfidir? B hərfidir. Yəni Bakının B-sıdır. İndi bunların üstünə fəthə qoyulduğu zaman, fəthə yəni bu işarə qoyulduğu zaman nə olur? Onlara ə səsi əlavə olunur. İkinci bir səs ə səsi. Yəni D-dan sonra ə,
B-dan sonra ə səsi əlavə olunur. İndi belə, oxuyaq. Əlif yəni dediyimiz kimi, zaten bu ə olduğu üçün ə deyə bilmərik. Ə, bir dənə deyə bilərik. Fəthə olan da üstündə. Ə, də, bə. Nə oldu dostlar? Ədəbə. Çünki D-nın üstünə ə qoyuruq, fəthə, də olur. B-nın üstünə də fəthə qoyuruq, olur bə. Ə, də, bə. Bizdə də yaza bilsək, bizim hərfdən ə, də, bu da olsun, bə, ədəbə. Sonra gəldik buna. Əlif yenə dediyimiz kimi, zaten bu ədir, üstünə də təhtə qoysaq dəyişmir. Bir dənə ə oxunur. Ə, ikinci hərfimiz nədir dostlar? Zəl hərfimizdir. Zəl nə idi? Pəltəş idi. Nə üçün? Çünki 3 dənə pəltəş hərfdən biridir. Və zəl bunun adıdır, ümumi adıdır əlifbada. Normalda bu z hərfidir. Zürafənin z-sı. Nə oldu dostlar? Ə, və, nə. Əvənə. Gördünüz, pəltək çıxartdım. Əvənə, əvənə. Açıq pəltək çıxartmayayım indi, oxuyun, baxın. Əzənə. Gördünüz, pəltək deyil. İndi isə əvənə. Z isə pəltəkdir. Deməli, ə, z-nın üstünə ə qoyuruq, olur və n-nın üstünə fəthə qoyuruq, bu fəthəni, bu işarəni. Olur nə? Nə oldu? Ə, ə, zə, nə? Bu da olsun əmiz. Əzənə. Bu z da pəltəkdir. Sonra gəldik buna. Ə, zə, ra. Nə oldu? Əzəra. Ə, zə, zə, bu olsun bizim bura hərfimiz. Görürsünüz dostlar. Burada bir diqqət edilsə, bu r hərfinə a dedim mən. Nə üçün a dedim? Bu qalın hərflərdir dostlar. Baxın. 1, 2, 3, 4, 5, 6, 7. Bəzi hallarda da lamlarada qalın və incə oxunan yerlər var. Sırf bu 6 dənə hərf ki var, bu 7 dənə hərf ki var, bax bu hərflər 7 dənə. Bunlar bütün hallarda a oxunur. Yəni üstünə fəthə gəldiyi zaman, ə səsi gəldiyi zaman, baxın bu ə səsi. Görürsən, r-nın üstünə fəthə gəlir. Nədir fəthə? Fəthə ə səsi verir. Ə olduğu zaman qalın hərflərdə bu ə olmur, a olur. Yəni a səsi verir qalın hərflərdə. Ə səsi vermir. Sırf bu 7 dənə hərfdə bunlar ancaq qalın olurlar. Oldu mu? Bunlar lamla da bəzən rə ola bilirlər bunlar. İndi keçdik bura. Birinci hərf nədir? Dəl. Dəl bunun hərfin adıdır. Normalda bu D hərfidir. D-nın üstünə fəthə qoyuruq. Nə oldu? Də, r. Qalın hərf olduğu üçün, fəthə də ə səsi verdiyi üçün, ə, a səsinə çevriləsidir. R, a. Də, ra. Bu da kəfdir. Bunun ümumi adıdır. Normalda bu k-dır. Küçənin k-sı. Yəni, ərəbcədə, dostlar, nəzərinizə çatdırım ki, k səsi yoxdur. K var, k. Ondan sonra burada də, ra, kə. Gördünüz? Ra qalın olduğu üçün fəthə a səsi verir burada. Də, ra, kə. Bizdə də yaza bilsək, də, ra, da, kə. Nə oldu? Dərokə. Buna keçirik. Də, d, ə. Də, r, a. Ra, c, ə, gə. Nə oldu? Dərocə. Dərocə. Keçirik buna. Dostlar, baxın. Zəl hərfidir, pəltəkdir. Və, ra, qa. Və, ra, qa.
Zərqa. Görürsünüz dostlar, qafı da mən, qafı da. Qalın olduğu üçün fəthə ə səsi vermirdi. Qalınlarda isə a səsi verəsidir. Zə, ra,qa. Bir dənə zəl hərfi burada incə oldu. Digər sonraki hərflər isə qalındır. Zərqa. Sonra keçirik buna. Zə, ra, qa. Zəraqa. Esas ki, müəllim, burada da z dedik, burada da z dedik. Fərq nədir? Dostlar, buradakı z pərtəkdir. Buradakı z isə pərtək deyil. Açıq oxunur. Məsələn, zəraqa. Pərtək dedim. İndi burada pərtəksiz oxuyaq. Zəraqa. Də, ra, sə. Nə oldu? Dərasə. Görürsünüz, dənizin dalğası. Yəni, xatırlayırsınızsa, burada sin hərfi bunun ümumi adıdır. Normalda bu s hərfidir. Üstünə də fəthə qoysaq nə olur? Sə. Nə oldu? Də, ra, sə, dərasə. Sonra keçirik bura. Və, ra, şə. Nə oldu dostlar? Və, ra, şə. Və, ra, şə. Şin bunun ümumi adıdır. Bax, bu hərfin ümumi adıdır şin. Normalda bu ş hərfidir. Şəlalənin şısı. Şının üstünə də ə qoyuruq. Nə olur? Şə. Və, ra, şə. Sonra keçirik buna. Və, ra, ə. Görürsünüz dostlar, burada da ayn hərfi səs boğazın ortasından çıxdığı üçün və, ra, ə. Və, ra, ə. Və, ra, ə. Və, ra, ə. Sonra keçirik buna. Və bu bunun ümumi adıdır. V üstünə də fəthə qoyuruq. Nə oldu? V, ə. Və, zə, ə. Boğazın ortasından çıxır. Bu da pərtək olmayan zıdır. Və, zə, ə. Və, zə, ə. Və, zə, ə. Və, zə, ə. Sonra keçirik buna. Və, ra, ba. Nə oldu? Və, ra, ba. Görürsünüz dostlar, burada iki dənə qalın hərfimiz var. Biri qaf, biri də ra. Və, ra, qa. Və, ra, qa. Fəthə bunlarda, qalınlarda a səsi verəsidir. Və, ra, kə. Nə oldu? Və, ra, kə. Və, ra, kə. Sonra, və, pərtəkdir bu z. Və, ra, ə. Nə oldu? Və, ra, ə. Dostlar, görürsünüz, mən demişdim digər bunun əvvəlki bölümlərdəki z-lar, pərtək z-dan bu z, ikisi də z hərfi olduğu üçün biraz da oxşar da forma cəhətdən. Amma məftil misalı vermişdim sizə. Məftili deməli tam əyrilik, başı ilə ayağı, yuxarısından aşağısı eynidirsə olur z hərfi. Görürsünüz, biraz əyrilik məftili olur bu pərtək olmayan z hərfi. Nə oldu burada? Və, ra, ə. Bunu da yazsaq. Bizim dildə zə, ra, bir dənə də ə qoyuruq dostlar. Niyə? Çünki əlifin özü ədir də zaten. Üstünə də ə səsi qoysaq dəyişəsi bir şey yoxdur. Yəni biz buna zə, ra, ə deyə bilmərik. İki dənə ə deyə bilmərik. Çünki bu əlif ə səsi verdiyi üçün bir dənə yetərlidir. Sonra keçirik bura. Bunu səhifənin yuxarısını belə qaldırırıq, belə. Keçirik bura. Zəl hərfi. Zəl hərfi burada da dostlar pərtəkdir. Və, ra, ə. Bu da boğazın ortasından çıxan səsdir. Nə oldu? Və, ra, ə. Və, ra, ə. Sonra keçirik buna. Və, əbə. Və, əbə. Və, əbə. Deməli, z bizim dildə yazsaq. Bu z pərtəkdir dostlar. Və bir dənə də ə qoyuruq, çünki əlif var. Və ə, bir dənə də b, ə. Nə oldu? Və əbə, və əbə. Sonra bu, ədəmə. Görürsünüz, ə, d, bu da mimdir. Ə, dəmə, ədəmə. Sonra bu, və, zənə, vəzənə. Dostlar, bu zını çalışın qatışdırmayın. Bu pərtək zıdır. Bu pərtək olmayan zıdır. Bu açıqdan oxunan zıdır.
Bu isə pərtəş oxunan zıddır. Görürsünüz, fərqləri var. Forma məzəfinin fərqləri var. Qatışdırmayın. Sonra keçirik buna. Və, ro, də. Vəradə. Vəradə. Ə, ro, cə. Görürsünüz, cim bunun ümumi adıdır. Normalda bu c hərfi. Cəllabadın c-sıdır bu. C-nın üstünə də fəthə qoysaq, bu işarə nə olur? C-ə. Ə, ro, cə. Ərocə. Ərocə. Əroxa. Əroxa. Görürsünüz dostlar, bu da qalın hərfdir. X. Bunu ə demədim. Əroxə deyə bilmərəm. Niyə? Çünki bu x qalın olduğu üçün fəthə, və bu işarə a səsi verəcək qalınlarda. Əroxa. Əroxa. Burada da rada da qalındır. Sonra keçirik buna. Də, ro, ə. Dərə. Dərə. Sonra keçirik buna. Və, zəro. Vəzəro. Vəzəro. Bu z pərtək olmayan zdır. Sonra keçirik aşağı. Və, ro'ə. Vərəə. Vərəə. Bu da belə. Buna keçirik. Ro, zəqo. Rozəqo. Görürsünüz dostlar, bax. R fəthə olduğu üçün A səsi verir. Z incə hərfdir. Ə səsi verdi. Fəthə olanda da. Qaf isə qalın hərfdir. Fəthə olduğu zaman A səsi verir. Ro, zəqo. Rozəqo. 2 dənə qalın hərf var, bir dənə də incə hərf var burada. Də, ro, hə. Də, ro, hə. Də, ro, hə. Də, ro, hə. Və, də'ə. Və, də'ə. Və, də'ə. Bunlar da belə. 8-ci səhifə bizim hansı dərs idi? Fəthə dərsimiz idi. Fəthə nə idi? Fəthə deyir hərəkəsi və bu hərəkə də adlanır dostlar. Baxın, bu işarə hərəkə adlanır. Fəthə hərəkəsi incə hərflərin üstünə gəldikdə ə. İncə hərflərin üstünə gəldikdə ə. Zəl hərəfi incə olduğu üçün bunlarda ə səsi verilir. Qalın hərflərin üstünə gəldikdə isə A səsi ilə oxunur. Dostlar, bu 7 dənə hərf ki var. Bunu qoy fərqli işarəliyim bu 7 dənə hərfi. Bax dostlar, bu 7 dənə hərf ki var. Çalışın, yanınızda bir kağız olsun. Bu 7 dənə hərfi kağıza yazın, yanınızda qalsın. Bax, görürsünüz 7 dənə hərf. Bunlar qalındır. Yəni bu hərflər sizə lazım olası Quran-Kərimdə. Nə üçün? Quran-Kərimin 1-ci səhifəsindən son səhifəsinə kimi qalın hərflər, incə hərflər, ondan sonra pərtək hərflər, boğaz hərflər olaraq gəlir ayətlər. Onun üçün siz qalın hərfləri incə hərf kimi oxuya bilməzsiniz. Niyə? Çünki burada məna dəyişəsidir. Sizə bir misal olaraq çəksəm dostlar, bax, Samət sözü var ya dostlar, bax, buradan yazıram. Samət. S-A M Ə, bu da olsun D. Sizə bir misal verim dostlar. Ki, qalın hərfləri qalın oxumasaq nə olasıdır? Məna dəyişəsidir dostlar. Baxın, Samət sözü İxlas surəsində var. Bu S, bu S. Bu S bizim bildiyimiz qalın saddır. Qalın hərflər içərisində bax, 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 bax. Bax, bu saddır, bax, bu sad. İxlas surəsində var, hərf. Bax, bu saddır, baxın. Baba, burada sad hərfi. Bu da qalın olur. Bunun üstündə də fəthə olduğu zaman, bu hərəkə olduğu zaman, fəthə hərəkəsi olduğu zaman bu A kimi oxunasıdır. Ə kimi oxuya bilmərik. Onun üçün nə olur? Qul huvallahu əhəd, Allahu saməd. Saməd dedik, düzdür. Saməd Allahın isimlərindən biridir. Yəni, heç kəsə möhtac olmayan, hər kəs Allaha möhtacdır. Mənasını verir, adam, saməd. Biz səməd desək buna, qalın hərfi, incə hərfi kimi oxusaq, avtomatik məna dəyişir. Nə olur? Bizim bildiyimiz nəcisdir. Yəni, səməd, ədən oxusaq bunu, səməd. Bizim bildiyimiz nəcis mənasına gəlir. Onun üçün qalın hərflərinin incə hərfləri gözəl şəkildə öyrənin ki, Quran-Kərimdən məna səhv edə biləsiniz. Baxın dostlar, bu lamla ranı da dediyim kimi, rada bir çox hallarda A kimi oxunur, digər bölümlərdə inşallah incə oxunan yerləri də sizə bildirəsiyəm. Bizim 5-ci bölümümüz fəthə üstün ə hərəkəsindən ibarət edir.
Sağ olun. 6-cı bölümdə görüşərik.